Qəribə soyadınız var, Canlı. Biz də öz işimizin ulduzuyuq da. Bu məşhurdur. Bunu reklam olunum yanında mən müştəri gəlsin. Ona görə mən təhsil almamışam, oxumamışam. Mənim dostum yoxdur. Heç bir yerdə sizin şəxsiyyətinizlə bağlı bir söz belə yoxdur. Niyə? Mən kosmetoloq Elnarə Canlı, Nail Naiboğlu'nun İncə Xət layihəsindəyəm. Gəlin tanış olaq. Elnarə Canlı kimdir? Elnarə Canlı kosmetoloqdur. Mən gözəllik aşiqiyəm. Onun üçün bu sahəni seçmişəm. Bəlkə bu sahəni ona görə seçdiniz ki, burada qazanmaq şansı daha çoxdur. Yox. Yəni, bundan üstün gəlirli olan sahələr də var. Məsələn, cərrahiyyə, plastik cərrahiyyə, bu dəqiqə bilirsiniz, ən çox gəlir gətirən bir sahədir. Qəribə soyadınız var, Canlı. Həyat yoldaşımın soyadıdır. Ailəlisiniz. Bəli. Niyə qadınlar kosmetoloqa gedirlər? Baxımlı olmaq üçün biz xanımlar yaşlanmağı sevmirik. Bunu nəyə pislik? Necə oldu ki, qərar verdiniz ki, mən kosmetoloq olacağam? Xəyal gücüm çox güclüdür mənim. Ona görə mən kosmetoloqdan başqa sahəni seçə bilməzdim. Ya plastik cərrah olardım, ya kosmetoloq. Niyə bugün tibb sahəsində olanlar səhnədə olan müğənnilər kimi populyardılar, ulduzlar? Bəlkə də müğənnilərdən də daha çox tanınırlar. Biz də öz işimizin ulduzuyuq da. İlk dəfə qəbul etdiyiniz pasiyent yadınızdadırmı? Ay, xatırlamıram. Yox. Desəm yalan olar ki, xatırlayıram. Çünki mən 2015-dən bu yana işləyirəm. Ona görə yalancı olaram, xatırlamıram. Bəs ilk qazancınızı necə xatırlayırsınızmı? Hə, çox böyük bir rəqəm qazanmışdım. Əgər siz deyilsə nə qədər? Deyim ki, 2015-də mən böyük bir yerdə çalışırdım. Müqavilə ilə getmişdim. Maaş almışdım. İlk maaşım da 10.000-ə yaxın idi. Olurmu ki, gəlir pasiyent və siz onu qəbul etmirsiniz? Olur. Hansı səbəblərdən qəbul eləmirsiniz? Əgər üzünə ehtiyac yoxdursa, mən onun üzünə toxunmaq istəmirəm. O təbiiliyi pozmaq istəmirəm. Ümumiyyətlə, kosmetoloqa nə vaxt müraciət etmək lazımdır? Kosmetoloqa ehtiyac olduğu halda. Əgər bir xanım güzgüyə baxırsa, qırışlarını görsə və ya elə bir xanım var ki, yəni o dodaq onda çox nazikdir. O yaşı böyüsə də, artsa da o dodaq böyüməyəcək. O da qüsurdur. Hə, onu toparlamaq, onu gözəl bir şəklə salmaq olar. Ehtiyac olduğu halda, yenə deyirəm, mən ehtiyac olmadığı halda heç bir prosedur etmirəm. Daha çox kimə oxşamaq istəyir bugün xanımlar? Çoxdur, Nail bəy. Həddən artıq fərqli-fərqli. Hansısa türk serialından gətirib şəkil göstərən də var. Hansısa bir tiktokerin şəklini gətirib göstərən də var. Bəylər müraciət edirmi sizə? Mərkəzimizdə bəylər qəbul olunur, amma mən bəy pasiyent qəbul etmirəm. Niyə? Mənə elə gəlir ki, adiləşir. Bilirsiniz, bir xanım nə qədər bəy üzünə toxuna bilər əli. Mən sevmirəm gün ərzində 10 dənə bəy pasiyent qəbul edib, 10 bəyə də əlimi vurum. Xanımlar var ki, düşünürlər ki, ər gətirsin, mən yiyeyim. Yəni, ər çörəyi deyilən bir deyim var, belə deyək, anlam var. Siz necə düşünürsünüz? Mən o fikirlə razı deyiləm. Yəni, bunun görünməyən tərəfi də var. Misal üçün, həyat yoldaşı gətirdi, xanım yedi, siz dediyiniz kimi ər çörəyi. O həyat yoldaşının başına bir şey gələndə, bu xanımın bir işi olmalıdır ki, özünü itirməsin o həyat yoldaşından sonra. Bir xanıma, belə deyək də, kosmetoloji qulluq mu deyək, yanaşma mı deyək, necə baş verir bu? Biz ilk öncə xanımla görüşürük. İlk öncə verdiyimiz sual, hansı proseduru yazılmışsınız, hansı proseduru istəyirsiniz? Çünki insan öz qüsurunu daha yaxşı bilir. Misal üçün, mən xanıma deyim ki, gəl sənə dodaq eləyim. Əgər o xanım öz dodağından məmnundursa, mən onu məcbur eləyə bilmərəm ki, gəl sənə dodaq dolğusu eləyək. O yaxşı bir şey deyil. Biz soruşuruq, nədən narahatsınız? Sizi üzvünüzdə hansı nahiyə narahat eləyir? Xanım fikrini izah eləyir. Biz uyğun görürüksə, o proseduru eləyirik. Uyğun görmürüksə, deyirik ki, get bir ildən sonra gələrsən. 21 yaşdan olar, botoksdur, bəzi prosedurlar olar. Amma misal üçün 16-17 yaşında bir
körpə gəlirsə, biz bu yaxınlarda bir şeyin şahid olmuşduq. Bəlkə də xanım izləyəcəksə biləcək. 15 yaşında övladını dodaq dolğusuna gətirmişdi. Dedi, mən razıyam et dolğunu. Mən özüm etmədim. Ehtiyac var idi, qüsuru var idi. Amma mən uşaq gedib məktəbdə məndən danışacaq. Mənim kosmetoloqum Elnarə Canlıdır. O uşaq müəlliməsindən danışmalıdır. Yəni mən onu götürmədim. Düzdür, biraz aqressiv getdilər. Amma dedim, o uşaq hazırlığına getməlidir, məktəbinə getməlidir. Mən o uşağa prosedur eləyə bilmərəm. Yəni mən o uşağın kosmetoloq olmaq istəmərəm. Uğursuz kosmetoloji prosedurlar olurmu? Təbii ki. O zaman nə edirsiniz? Hər sıxıntının bir çözümü var. Uğursuz olduğu halda onun da bəlli bir, misal üçün dolğudur, xanımdır, böyük oldu, bəyənmədi. Antidotu var, vururuq, dolğub yarım saatda əriyir, yox olur bədəndən. Sizin məşhur bir prosedurunuz var, badam göz. Evet. Niyə ona badam göz deyirlər? Mən o prosedurla tanınmışam Azərbaycanda. Biz o gözün formasını o şəklə aldırırıq deyə etmişik. Onu da mən eləyirəm. Yəni o texnika mənə aiddir. Onunla tanınmışam. İstənilən simayı eləyə bilərsiniz mi? Yox, baxır da indi elə göz var ki, biz ona heç məsləhət görmürük ki, badəm göz sizə heç yaraşmaz. Ziyanı varmı? Elə bir şey yoxdur. Botoks elə bir şeydir ki, müvəqqəti bir şeydir. 6 ay, 4 ay orada sinirləri dondurur. Biz mimik hərəkət eləyə bilmirik. Bu tibbdə də təsdiq olunub. Məsələn, botoks miqrenə çox xeyirdir. Elə xanımlar gəlir, hiss qırışı düşünmür. Miqren ağrısı var, botoks eləyirik, 6 ay onun başında ağrı olmur. Yəni bunun tibbi tərəfi də, müalicəvi tərəfi də var. Mən daha botoksdan ölən görmədim. Hər kosmetoloqa kosmetoloq demək olarmı? Hər kosmetoloqun yanına getmək olarmı? Mən nə deyim? Kosmetoloqlar məni kəsir. Yox, niyə kəsirlər ki? Biz at çəkmirik. Siz peşəkar kosmetoloqsuz. Siz yönəltməlisiniz də, belə deyək də, bizləri. Bilirsiniz, biz elə danışanda, elə düşünürlər ki, mənəm deyir, özünü reklam eləyir. Ona görə də biz işlərimizi nümayiş etdiririk ki, yəni bu xanımın öncə halı, bu sonra halı. Biz başqa, biraz danışanda deyirlər ki, biraz məşhurdur, tanınmışdır, özünü reklam eləyir ki, hər kəs buna gəlsin. Ona görə də mən susmağı tərcih edirəm. Məşhurlar gəlirmi yanınıza? Səhv etmirəmsə, səhifənizdə Sərxan Kərimoğlunu gördüm. Ən kisəyən dostum. Amma bayaq dediniz kişilərə xidmət göstərmirsiniz. Göstərmirəm. O mənim qardaşımdır da. Mən onu çox istəyirəm. Hə, yəni arada bir olur da, belə deyək də. O bizim evimizin içidir. Başqa kimlər gəlib? Çoxdur həddən artıq. Mən deyim ki, sizə saysız hesabsızdır bizdə məşhurlar. Sadəcə biz çəkiliş eləyib paylaşmırıq. Niyə? Onlar istəmirlər, yoxsa siz istəmirsiniz məşhurların adından istifadə eləyəsiniz? Yox, bizə də işsiz etmirik ona görə. Düzdür, biraz ovqalıq çıxacaq. Mən bu məşhurdur, bunu reklam olunum yanında mən müştəri gəlsin, ona görə mən təhsil almamışam, oxumamışam. Azərbaycandan kənarda işbirliyiniz varmı? Maraqlıdır kimlərlə? Adətən çıxır qarşımıza Instagram hesablarında filan kosmetoloq Türkiyədə, filan kosmetoloq Rusiyada, filan kosmetoloq bir başqa ölkədə, daha çox Türkiyədə çıxır qarşımıza ki, getdik, bizə ehtiyac vardı, getdik buradan, orada filan kəsi belə elədik, bəs mən kəsi belə elədik. Elnarə xanım, Azərbaycandan kənarda, bax o dediyi kimləri badam göz edib? Nail bəy, mən Azərbaycandan kənarda prosedur etməmişəm. Məndə olub, İvana Sərt olub məndə, Esra Balamir olub, bu Türkiyənin məşhur simaları. Mən getməmişəm, onlar gəlib. Amma orada mənə bilsiz, misal üçün rayonlara da gedir həkimlərimiz, hörmətlə yanaşıram. Mənim pasiyentim yetəri qədər var burada. Mən Türkiyəyə getməyi vaxt itkisi bilirəm. Elə bir şey də yoxdur. Yəni mən gedim hansısa bir klinikada durum, 2 şəkil, 2 dənə pasiyent qoyum ora. Mən işlədim. Elə bir şey yoxdur. Mən orada mənim ən yaxın dostum var. Plastik cərrah və çox ünlü bir cərrahdır. Onun özü belə, misal üçün mən Azərbaycana dedim ki, gələrsən. Dedi ki, əsla, mənim burada o qədər bazam var ki, mən gələ bilmərəm Azərbaycana 10 dənə, 20 dənə əməliyyat üçün.
Elnarə xanım özü kimə bəs etibar edir simasını? Mənlə çiyin-çiyinə çalışan həkimlərimə. Yəni siz seçmirsiniz də bu məşhurdur, bunun adı var, gedin bəlkə onun Öz yanına. həkimlərim. Ümumiyyətlə, həmkarlarınızla aranız necədir? Mənim dostum yoxdur. Yəni həmkar dostum yoxdur. Uzaqdan uzağa salam sağ ol. Niyə? Siz mi onları yaxına buraxmırsınız, yoxsa onlar sizdən ehtiyat edirlər? Mən yaxınlaşmağı sevmirəm. Yəni rəfiqə anlayışı məndə yoxdur. 2 rəfiqəm var. Biri bacım, biri anam. Yəni ondan kənar hamısına əzizlərimdir. Sevirəm. Yaxşı günündə də, pis günündə də yanlarındayam. Amma məsafəli. Dediniz, uşaqlıqdan beləyəm. Ümumiyyətlə, uşaqlığınız necə keçib? Gəlin biraz mövzunu dəyişək də. Uşaqlığım möhtəşəm. Yəni siz də atanın, ananın şıltaq, dəcəl qızı olmusunuz. Ziyalı ailəsində böyümüşəm. Yəni atam, anam mənim üçün əvəz olmazdı, bu bütün övladlar üçün Allah belədir. bütün valideynlərə can Onlar sağlığı mənim üçün daha versin. fərqlidir. Çünki biz ata-ana anlayışı olmayıb bizdə. Dost olmuşuq. Yəni mən rahat-rahat fikrimi evdə izah eləyə bilirəm. Mən bunu istəyirəm, bunu sevmirəm. Bu mənə xoşdur, bu mənə xoş deyil. Deyirlər, qızlar atalarını daha çox istəyirlər. Elnarə xanım da bu mövzu necədir? O bir yerə qədər uşaqlıq dönəmində qızlar həmişə atanı sevirlər. Amma indi onlar mənim üçün ikisi də əvəz olunmazdı. Yəni ikisini də eyni sevirəm və ikisinin də varlığı mənim üçün hər şeydir. Elnarə xanım evdə necə xanımdır? Ev işləri ilə arası varmı? Əlbəttə. Yəni özünüz iş görürsünüz evdə. Təbii ki. Yemək bişirə bilirsiniz? Bəli. Ən çox, ən dadlı nəyi bişirirsiniz? Plov. Özünüzə məxsus bir resept varmı ki, məsəl üçün onu sizin qədər heç kim bişirə bilməz? Yox. Yox. Vaxt yoxdur. İşdən mən sabah saat 10, axşam saat 10 gedirəm. Bu evdə problem yaratmır ki. Yox. Heç bir yerdə sizin şəxsi həyatınızla bağlı bir söz belə yoxdur. Niyə? Qoymurlar, icazə vermirlər, yoxsa özünüz istəmirsiniz? Özüm istəmirəm. İcazə deyə elə bir şey yoxdur. Özüm istəmirəm. Çünki mən müğənni deyiləm axı. Mən həkiməm. Mən işim məndə olmalıdır, şəxsi Amma həyatım. müğənnilər qədər popularsınız. Sevmirəm. Ümumiyyətlə şəxsimi sevmirəm. Göstərim. İndi biz şəxsiyyətdən heç danışa bilməyəcəyik sizinlə. Belə çıxır. Baxır halımıza. Dediniz ki, ailəlisiniz. Yəni ki, övladınız da var. Bəli. Allah saxlasın. Sağ ol. İstərdinizmi övladınız sizin peşənizi davam eləsin? Heç sevmir mənim peşəm. Qızdır da. Yox, oğlandır. Elnara canlı bir ana kimi necə anadır? Mənim övladımdan anam məşğuldur. Hal-hazırki durumunuzu buraxıb bir ev xanımı Elnara olmaq istəyərdinizmi? Yox, dözülməz olardı. Hə, çətin olardı sizə. Neçə nəfərdən ibarət bir kollektiviniz var? Komanda olaraq 10 nəfərik. Komanda olaraq 10 nəfərsiz. Mənə maraqlıdır. Bir komanda rəhbəri kimi. Bir, belə deyək də, o da sizin bir ailənizdir. Bir Təbii ailə ki. başçısı kimi. Elnarə Canlı necə ailə başçısıdır? Onu qızlardan soruşmaq lazımdır, amma bacardığım qədər mən orada ailə başçısı kimi olmuram. Mən əgər orada xalat geyinib işləyirəmsə, demək mən o qızlardan sıradan biriyəm. Yəni o belə deyək də müdürlük mənlik deyil. Tam səmimi cavab. Heç hansısa bir qızınız, belə deyək də, hansısa bir uğuru qazananda içinizdə bir qısqancılığı olurmu ki, bu birdən məndən qabağa gedər? Onları uğra mən aparırım. Biz necə ayırt etməliyik ki, biz düz ünvana gəlmişik, ya səhv ünvana gəlmişik? Onu məncə insanlar özü araşdırmalıdır və ən əsas da bir həkimin işini görməlidir, real. Misal üçün biz danışırıq, pasient yanımızda olur. Öncəsi və sonrası. Yəni işi görmək lazımdır həkimin. Əsas da bu işdə rəssamlıq tələb eləyir bu iş. Yəni elə tanıdığım həkim var, çox gözəl bir yerlərdə, yəni o qədər gözəl bir
universitetlər bitirib, amma əl işi sıfırdır. Yəni o gözəlliyi verə bilmir. Hansısa bir kosmetoloqun yanında olub da və uğur qazanmayıbsa, yəni razı qalmayıb belə deyək də işindən. Bu cür pasientləri qəbul edirsinizmi? Əvvəllər qəbul eləyirdim. İndi yox. Niyə? Bilirsiniz, başqasının işini düzəltmək biraz səbir tələb eləyir. Biz bilmirik də o xanıma nə vurulub, göndərilib. Misal üçün, xanımdan soruşuruq, dodağınızda nə olub, bilmirəm, astı vurdu. Ondan biraz vaxt itkisi olur. Nə yalan deyim, artıq başqasının işini düzəltməyi sevmirəm. Yəni başınızı ağrıtmaq istəmirsiniz. Daha nələrlə başınızı ağrıtmaq istəmirsiniz bu həyatda, Elnarə xanım? Mən öz işimlə məşğul oluram. Hər kəs öz işini görsə, hər kəs öz yolu ilə getsə, heç kim baş ağrımaz. Ümumiyyətlə, Elnarə canlı öz yerindədirmi bu həyatda? Bəli. Müsahibə boyu sanki Elnarə xanım heç kimin xətrinə dəymək istəmir. Nəsə demək istəyəndə də, belə deyək də, onu çox düşünüb deyir. Mən qəlb qırmaqdan qorxuram. Ən qorxduğum bir şeydir. Yəni, mənim hansısa bir sözüm o insanın qəlbinə toxunacaqsa, Allahın qəzəbindən çox qorxan xanım. İnsanlarda nə sevmirsiniz? Çox şey, elə xarakter var, yalan. Belə çıxır ki, siz heç vaxt yalan danışmırsınız. Yalan, xırda yalan olur, amma hansısa ciddi bir, orada mənim dostluğumu, orada mənim hörmətimi kəsəcək bir yalan danışmır. Yəni, hörmətdən düşüləcək yalan mənlik deyil. Bayaq dediniz ki, şəxsi həyatım mənim öz əlimdir. Təbii ki. Bəlkə bugün o çərçivədən kənara çıxaq və müəyyən məqamlara aydınlıq gətirəsiniz. Bayaq övladlarınız haqqında danışdınız və dediniz ki, ananız övladlarınızla onların tərbiyəsini... Analığı, anam edir. Bəli. Bəs həyat yoldaşınız? Sanki övladlarınızı tək böyüdür kimi çıxdı bu. Yox, həyat yoldaşımın dəstəyi var. Yəni, övladlar üçün möhtəşəm atadır. Çox möhtəşəm atadır. Biz çox gözəl dostuq. Yəni, bilirsiniz, sevgi heç nəyə, çox zaman heç bir şeyi həll etmir. İnsanın arasında hörmət olmadığı halda mən o sevgiyə elə-belə baxıram. Ümumiyyətlə, inanırsınızmı sevgiyə? O qədər də yox. Tam səmimi deyəcəm. Çünki söhbətimizin sonuna yaxınlaşırıq. Mən elə gəlir ki, sizin həyatınızda bir ayrılıq küləyi olub. Bunun haqqında danışmaq istəmirəm. Mən də hörmətlə yanaşıb bu mövzudan kənarlaşıram və son olaraq belə bir sual vermək istəyirəm sizə. Layihəmizin adı İncə Xəttdir. Bugün tanınan, bəlli statusa malik olan Elnarə Canlının həyatından hansı incə xətt keçib? Nail bəy, o incə xətlər bir deyil, iki deyil. Hər insan yaşadıqca yeni-yeni həm macəralar, həm enişli-çıxışlı yollar olur. Amma ağlımda qalan ilk məkanımı almaq idi, estetik mərkəzimi almaq. Çünki biz çox əziyyət çəkmişdik. Yəni, öz ayağımızın üstünə durmaq. Sizin şəxsi məkanınızdır. Bəli, şəxsi məkanımdır. O, mənim üçün böyük bir həyəcan yaratmışdı. Hansı ki, onun açarları mənə veriləndə. Əslində düşünmürdüm ki, mənim o gözəllikdə geniş, insanlara rahat xidmət verəcək o məkanı heç gözlənmirdim. O ani sürpriz demək olar ki, həyatımın incə xətti oldu. Qoy bu cür incə xəttlər həyatınızda çox olsun. Təşəkkür edirəm. Mən də sizə təşəkkür Sağ edirəm. olun.